Salam uşaqlar, bugünkü dərsimiz Azərbaycan, yəni əsasən Səfəvilər 16-17-ci əsrlərdəki mədəni yaşayışıdır, yəni mədəniyyətidir. İndi bax, Azərbaycan dilinin Səfəv dövlətində yeri Şah 1-ci İsmailin dövründə türk dili dövlət dili səviyyəsinə çatdırılmışdı. Səfəv Osmanlı müharibələrində elm və maarifin mənfi hala gəlməsi, yəni geriləməsinə səbəb olmuşdur bu müharibə. Və Azərbaycan Səfəv dövlətinin siyasi iqtisadi mərkəzi rolunu itirmiş, lakin türk dili sarayın və başqa ərazilərdə, yəni əhalinin istifadə elədiyi dil kimi qalmışdı. 17-ci əsrdə Səfəv sarayına gəlmiş Avropa səyyahları Pietro della Valle, Jan Chardin 1636 və 1638-ci illərdə İsfahanda olmuş Adam Oleari'dən 50 il sonra isə Səfəv sarayında olmuş Kamper Azərbaycan türkçəsinin Səfəv sarayında rəsmi dil olması haqqında məlumat vermişdir və Şah 1-ci və 2-ci Abbas türk dilində hətta şeirlər belə yazmışdır. Səfəv hökmdarı Şah Süleymanın baş vəziri Məhəmməd Tahir Vahiddə türk dili divan hazırlanmış və bu isə hal-hazırda Berlin kitabxanasında saxlanılır. Daha sonra indi baxaq 16-17-ci Azərbaycan görkəmli elm və mədəniyyət xadimlərinə. Misal olaraq Məhəmməd Hüseyn Təbriziyi göstərə bilərik. Ölkə Osmanlılar tərəfindən işğal olunandan sonra Hindistana getmiş, orada məşhur Burhane-i Qati lüğətini yazmışdır. Yusuf Qarabağı var. Mərkəzi Asiyaya köçmüş, ərəb-fars dilində məntiq, hüquq, fəlsəfə və astronomiya dair dəyərli əsərlər yazmışdır. Səmərqənd və Buxarada mədrəsələrinə tədris vasitəsi kimi bu kitablar istifadə olunmuşdur. Qiyasəddin Mənsur var idi, Şah 1-ci İsmailin Marağa Rəsədxanasını bərpa etdirmək üçün riyaziyyatçı və astronom üçün Mənsuru bu məqsədə Marağaya göndərmişdir. Daha sonra Mirzə Məhəmməd Şirvani var, fəlsəfə və astronomiya və riyaziyyata aid əsərlər yazmışdır. Daha sonra Kəmaləddin Behzad var, rəssam idi. 16-cı əsrdə Şah 1-ci İsmailin Təbrizdə mühüm kitabxana açmış və 1522-ci ildə həmin şəxsi, yəni Kəmaləddin Behzadı Təbrizdəki saray kitabxanasına rəis təyin etmişdi. Sultan Məhəmməd var, dövrün məşhur miniatür rəssamı idi. Əsərləri Sankt-Peterburq, London, Leipzig, Venesiya kimi muzeylərdə saxlanılır. Sadiq bəy Əfşar var idi, 16-cı əsrdə yaşamış və məşhur naturalist rəssam idi. Hafiz Zala var, dövrün məşhur xanəndəsi idi. Daha sonra Həsən bəy Rumlu var, Şah 1-ci Təhmasibin sarayında qulluq etmiş, 12 cild Əhsən ət-Tavarix, yəni tarixlərin ən yaxşı əsərinin müəllifidir. Əsərin son cildi dövrümüzə qədər gəlib çatmış və bu cildlərdən biri 1-ci Təhmasib, 2-ci İsmail hakimiyyəti üçün bizə geniş məlumatlar verilmişdir. Oruç bəy Bəyat Səfəv diplomatı kimi İspaniyaya gedərək burada qalmış və öz səyahətini Səfəv dövləti haqqında kitab yazmışdır. İskəndər bəy Münşi var idi, Səfəv sarayında divan katibi, yəni Münşi rolunu vəzifəsində işləmiş. Daha sonra Şah 1-ci Abbasın tarixçisi olmuş, Tarix Əyar Abbasi, yəni alimləri bəzəyən Abbasın tarixi adlı əsər yazmışdır. Bu əsər isə Şah 1-ci Abbasın dövründə geniş məlumat verir. Məhəmməd Tahir Vahid var, Şah 2-ci Abbasın baş tarixçisi və vəzir vəzifəsinə qədər yüksəlmişdir. Tarix Vahid, yəni Abbasnamə əsərinin bu günə qədər gəlib çatmışdır və onun müəllifidir. 16-17-ci əsr Azərbaycanda maarifin xüsusiyyətlərinə baxaq. Uşaqlar ibtidai təhsilli məktəbə, orta təhsil mədrəsədə alırdılar. Mədrəsələrdə dini kitabla yanaşı dünyəvi elmləri tədris olunurdu. Tələbəyə təhsili bitirmək üçün şəhadətnamə verilirdi. Təhsil işi ilə axund, molla və onların köməkçisi məşğul olurdu. Ruhani mədrəsələri bitirən müəllim, müdərris adlanırdı. İndi mədəni abidələrə baxaq. 16-cı əsr memarlı abidələri var. Ərdəbildə Şeyx Səfi məqbərəsi, Qusarda Həzərə kəndində Şeyx Cüneyd məqbərəsi, Meskin şəhərdə Şeyx Heydər məqbərəsi, türbəsi Xızdadır. Bakının şərq darvazaları 1586 və 1589-da və əlində sayı üzərində daş körpü. İndi xəritədə onlara baxsaq, rəqəmlə qeyd etmişəm xəritədə burada biz ən birinci baxırıq məsələn Ərdəbildə, burada diqqətlə baxaq, Ərdəbildə hansına baxacaq ən birinci. Məsələn, bir Ərdəbil olaraq qeyd olunub burada, 2 Qusar olaraq qeyd olunub burada, 3 Meşkin şəhər, yəni Meşkin şəhərə diqqət eləyək, Meşkin şəhər Ərdəbilə yaxın bölgədir. Daha sonra Bakının şərq darvazaları var, bu Bakı ərazisində yerləşir və 50-ci say üzərində daş körpü isə adından göründüyü kimi Naxçıvan ərazisində yerləşir. İndi keçək abidələrə.
yəni 17-ci əsr abidələrinə diqqət eləyək. Suraxanda atəşgah, yəni 2007-ci ildən qoruq funksiyasını yerinə yetirir. Gəncədə 1606-1607-ci ildə Şah 1-ci Abbas tərəfindən o adına tikilmiş məscid. Nardaranda məscid 1663-cü ildə, Təbrizdə Şibli Karvansara, Şamaxıda Sərkər Əbdüləzimin tikdiyi Kəllaxana məqbərəsi, şəhərdə Hind tacirlərinə məxsus Multan Karvansarayı, Ordubadda Örtülü Bazar və Laçında Sarı Aşıq məqbərəsi. Burada da qeyd olunub. Məsələn, 1-də 1, 3 və 6, yəni Bakıda yerləşdiyi üçün Bakı ərazisi kimi qeyd olunub. Daha sonra biz baxacaq 2 Gəncə ərazisidir, Şah Abbas məscidi. Ondan sonra biz baxacaq 4-ə, 4 ara Təbriz ərazisidir, Təbrizdə Şibli Karvansara. Daha sonra 5 Şamaxı ərazisidir, Şamaxıda Kəllaxana 1663-cü ildə. Ondan sonra 7 Ordubad ərazisi, Naxçıvan ərazisi, Örtülü Bazar və 8 də Laçın ərazisidir. Burada Sarı Aşıq məqbərəsini misal göstərə bilərik. Xəritədən də bu cürlə tapmaq olar. 17-ci əsrdə Təbriz və Ərdəbildə şah kitabxanaları mövcuddur. Şah 2-ci Abbasın kitabı üçün Abadan mətbə adını gətirməsi təşəbbüs göstərmiş, lakin həmin təşəbbüs baş tutmamışdır. Bunun səbəbi bunlar idi. Bu işə kifayət qədər vəsaitin ayrılmaması və Şah Abbasın ölümü, Şah Süleyman isə bu işə biganə yanaşması idi. İndi cümə məscidlərinə baxaq. Tarixdə olan cümə məscidləri Şamaxı ərazisi 8-ci əsr, Ərdəbildə 11-ci əsr, Naxçıvanda 12-ci və Gəncədə 17-ci əsr kimi götürülür. 17-ci əsrə aid olan Laçında Sarı Aşıq məqbərəsi 1993-cü ildə ermənilər tərəfindən dağıdılmış, yəni vandalizmə məruz qalmışdır. Daha sonra Şeyx Səfi xalçası 1539-da 1-ci təmizmiş sifarişi ilə Təbriz ustalarına Şeyx Səfi məscidi üçün toxunmuşdur və 1893-cü ildə ingilislər alaraq Londona aparmış və hazırda Londonun Victoria və Albert muzeyində saxlanılır. 16-cı əsrin əvvəllərindən etibarən Təbriz şəhəri bədii miniatür ustaları ilə məşhur olmuşdur. Səfəv hökmdarları, xüsusilə Şah Sultan Hüseynin musiqi qadan edən ustaları şərq qadam Səfəv və hökmdarları xülasə Şah Sultan Hüseynin musiqi qadan edən fərmanları musiqi sənətinin inkişafına qarşısını ala bilmədi hətta. Fransız səyyahı Chardin 17-ci əsrin ortalarında İrəvanda Xan Sarayında 3 hissəli tamaşaya baxmış və Şərqin operası adlandırmışdı. 17-ci əsrdə sənətkarların yazdıqları bədii parça, tikmələr içərisində saray erotiklarında əsas yeri tutan əli və zərli parçalar mühüm yer tuturdu. Səfəvilər dövründə xalçalığın xüsusi inkişafına diqqət yetirilmişdi. Əsasən naxışlı və sujetli xalçalar toxunurdu. Ümumi mədəniyyət haqqında məlumat bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Əsasən xəritədə yerlərini bilmək məsləhətdir. Çünki qəbul imtahanında belə testlərdən çox düşür və istifadə olunur. Oldu, ümidvaram sizin üçün faydalı olacaq. Oldu, çox sağ olun.